İnanın ki, müştərilərdən çox axır vaxtları ustalardan nömrə alıram. Daha doğrusu almıram, yazırlar. Əvvəl zəng eləyirdim, indi daha zəng də eləmirəm. Yəni, insan mənlə razı deyil hansısa bir fikirdə. Biraz orada danışır ki, yox, o elə olmalıdır, o deyir, yox, belə olmalıdır. Naxodu mənə nömrəsini atır. Əvvəl zəng eləyirdim. Yəni, zəng eləyib belə qeyri-adi bir şey də danışmırıq. İndi bilməm nəyə nömrə mənə verirlər. Qorxutmağa mı çalışırlar, nəyə çalışırlar? Nə heç bir sözünüz varsa, sexin yerini bilirsiniz, gəlin sexə söhbət eləyək. Belə 3-4 dəfə zəng eləmişəm nömrələrə, mənə verilən də oradan. Qaqaş, bir dənə mənə zəng elə. Zəng eləm, heç nə söhbət eləmir, yəni adi söhbət eləyirik. Qaqaş, sən orada belə eləyirsən, mən belə. Yəni şərhdə danışdığım sözü mənə telefonla izah eləyir. Boşu-boşuna kontrum gedir də, belə deyim. Yəni bir də deyirəm, yəni kimsə fikri varsa, əgər fikri uzunsa, yazma axot yoxdursa, səsli mesaj göndərsin. Mənə nömrə atmaq lazım deyil. Belə. Müştəridən çox ustalarla danışıram telefonda.